fəaliyyəti üstündə qurulubsa, qeyri-liberal iqtisadiyyatda liberal islahatlar nə dərəcədə effektivdir? Yəni, bu nə deməkdir? Biznes azadlığı, investisiya azadlığı, ticarət azadlığı, bir də mülkiyyət hüquqları. Yəni, bu dördü ilə də bağlı Azərbaycandakı vəziyyəti xarakteriz eləmək üçün özümüzdən bir misal gətirək Şərnan xanım. Ambasador oteli özəl mülkiyyətə məxsusdur. Niagara restoranı özəl mülkiyyətə məxsusdur. Azərbaycanda iqtisadi azadlıq olsaydı, onlar bizim tədbirimizi keçirməkdən imtina edə bilməzdilər. Çünki bizim müqaviləmiz var idi, vəsait ödənilmişdi. Deməli, bu iqtisadi azadlıq yoxdur. Bunlar bu şirkətdə Ambasador oteli və Niagara restoranında hər ikisi sərbəst qərar qəbul edə bilmir. Budur Azərbaycandakı müasir iqtisadi azadlıqların vəziyyətidir. Bu bizim xanımın da o danışığının mən davam olaraq o yerdir bir cavab olsun ki, yəni Ələsdun bəy liberal iqtisadi yanaşmadan çıxış eləyərək iqtisadi amnistiya təşəbbüsləri ilə tez-tez bu fikri səsləndirir. Söhbət iqtisadi amnistiya deyəndə, yəni həmin məmur oliqarxların xalqdan və dövlətdən oğurladıqları külli miqdarda olan sərvətlər üzrə milli sərvətlərdən gedir. Biz indi istəyərdik bizim çıxışçılar və o cümlədən qonaqlar da gəlir. Aslında bu iqtisadi amnistiya, iqtisadi liberallaşmanın bir zəruri hissəsidir. Yoxsa bu sadəcə olaraq hörmətli Ələsdun bəy və yaxud onun ifadə elədiyi iqtisadi fikrin bir hissəsidir, bir fragmentidir, bir tələbidir. Məsələn, mən oğurlara və quldurlara külli miqdarda sərvətin legitimləşməsinin əleyhinə olan bir Bugün həqiqətən də ölkədə bizim böyük imkanlardan danışdıq və bu imkanlar formalaşdı. Təxminən deyək ki, 55 milyard dollara yaxın ümumi daxil məhsulumuz var bizim. Və bizim bəlkə də oliqarxların yanlarını da biz toplasaq bir yerə, onların malik olduqları vəsaitlər elə ümumi Azərbaycanda və ümumi daxili məhsul səviyyəsindədir. Yəni, bu vəsaitlərin siz təklif edirsiniz ki, zorla əlindən alan Qatar ümumi daxil məhsulunda, belə çox şəkildə deyək, Qatar milliləşdirək və ümumi daxil məhsulu 2 dəfə artıraq və biz hesab edirik ki, biz onlara təklif edirik. Onlar bu vəsaitləri amnistiya demək deyil, mütləq gətirməlidirlər, onlar bu vəsaitləri gətirib liberallaşdırsınlar və həmin vəsaitlər hesabına investisiyalar qoyulsun, həmin vəsaitlər hesabına qoyulan investisiyalardan büdcəyə vergilər hesaplansın və son nəticədə bu iqtisadi belə deyək ki, dəyişikliklə, sizin dediyiniz indibaki dəyişikliklərdən fərqli olaraq, iqtisadi dəyişikliklə oğurlanmış meşələr, çaylar, dəniz sahili, dağlar, torpaq, bunlar kimin olur? Söhbət, yəni burada gəlin məsələni aydınlaşdırır. Söhbət deyirəm ki, maliyyə amnistiyasından gedir. Liberalizm mənim üçün insanın azadlığıdır. Liberalizm mənim üçün azadlıq. Liberalizm mənim üçün insanların sərbəstliyi. Və ən əsası liberalizm deyəndə mən daha çox bunu iqtisadi sahədə azadlıqlar, mülkiyyət azadlığı və liberalizm mənim üçün insanların hakimiyyətdən asılı olmadan yaşamaq imkanıdır. Sonuncu müzakirə paneli Avropanın siyasəti, regional əməkdaşlıq üçün strategiya axtarışı mövzusu ətrafında oldu. Avropa Parlamentinin və ALDE qrupunun üzvü Anneli Yatimaki mövzu ətrafında çıxış etdi. Xanım Yatimaki öz çıxışında Skandinaviya xalqlarının tarixi qonşuluq ənənələrindən, onların barışıq ruhundan, xalqlar arası inteqrasiyadan və xüsusi olaraq Cənubi Qafqaz regionunda mövcud konfliktlərlə bağlı öz mövqeyini bildirdi. Bu münaqişələr bizim üçün böyük bir problemdir bizim demokratik inkişafımızda və mən Ələsdun Oruclu Kredit Nağıl Fondunun Azərbaycanda müşaviri. Bu istiqamətdə Ələsdun bəy kifayət qədər böyük bilgilərə, malik fikirlərə və bundan bağlı çıxışları da olur. Maraqlı olardı ki, onun fikri bundan bağlı nədir? Etiraf edeyim ki,
Xanım, yatırman ki bir qədər mənim planlarımı dəyişdi. Çünki mən əlbəttə Avropalıların bizim reallığı tam bilməməsini başa düşürəm. Amma bizim bölgədə xalqlara mesaj verməyə ehtiyac yoxdur. Bizim bölgədə hər hansı bir birgə yaşam təcrübəsini insanlara aşılamağa ehtiyac yoxdur. Onlar bunu çox gözəl bacarırlar. Bizim bölgədə mesajlar siyasətçilərə verilməlidir. İqtidar siyasətçilərə verilməlidir. Əgər biz Cənubi Qafqazın Avropa inteqrasiyasından danışırıqsa və bunun qarşısında ən ciddi problem kimi gördüyümüz məsələlər bölgədə mövcud olan münaqişələr isə etnik ərazi münaqişələri. Onların tarixinə baxmaq kifayət edər ki, biz görək ki, bu münaqişələrin kökündə nə dayanıbdır? Məsələn, bölgənin açar münaqişəsi olan, həlledici münaqişəsi olan Dağlıq Qarabağ münaqişəsi. Bu münaqişə dünyada etnik Azərbaycanlı erməni münaqişəsi kimi təqdim olunur. Bugün görüntü də belədir. Amma bunun tarixi belədir. İlk münaqişə 1905-ci ildə olub, ikinci 18-ci ildə olub, üçüncü 88-ci ildə. Yəni, mən başlama tarixini götürürəm. Uzanıb, 18-də başlayıb, 21-ə kimi çəkib və s. 88-də başlayıb bugünə kimi. Və paralel başqa bir tarixə istinad eləyəcəm. 1905-ci il Rusiyada burjua inqilabı, 1918-ci il Rusiya imperiyasını bərpa eləmək cəhdi bolşeviklərin və 1988-ci il SSR-nin süqutunun başlanması. Bax, bu münaqişələrin kökü buradadır. Birinci hissənin kökünü, səbəblərini ikinci hissədə axtarmaq lazımdır. Təbii, burada sual verilə bilər ki, axı artıq bu dövlətlər 20 ildir müstəqildir. Niyə bu münaqişə həll olunmur? Dağlıq Qarabağ münaqişəsi artıq münaqişə deyil. Dağlıq Qarabağ münaqişəsi mənim şəxsən müşahidəmə görə bölgədə mövcud olan avtoritar düşüncənin həm xarici, həm daxili siyasətdə istifadə etdiyi vasitədir. Münaqişə olan yerdə korrupsiyanı da izah eləmək olar. Münaqişə olan yerdə 3-4 milyard silaha pul ayrılmasını da izah eləmək olar. Münaqişə olan yerdə güya qaçqınlara və məcburi köçkünlərə 1 milyard yardımı da izah eləmək olar. Münaqişə olan yerdə hər şeyi izah eləmək olar. Və münaqişə olanda beynəlxalq aləmin tələblərinə müharibə təhdidləri ilə də cavab vermək olar. Münaqişə həll olanda bütün bu ciddi arqumentlər, təbii ki, dırnaq arası ciddi arqumentlər gündəlikdən çıxmış olur. Cənubi Qafqazdakı müharibələrin başa çatmasına kömək etmək lazımdır. Və burada açıq demək lazımdır ki, Avropa çalışıb bölgə xalqlarının hansınısa narazı salacaq və onu ikili standartda qınamağa əsas verəcək hərəkətlərdən çəkinməlidir. Nəyi nəzərdə tuturam? Xüsusilə onu vurğulamaq istəyirəm ki, biz gözləyirik ki, bütün regional münaqişələrin həllində Avropa Birliyi tərəddüdsüz ərazi bütövlüyü prinsipindən çıxış etsin. Azərbaycanın ərazi bütövlüyünün təmin olunması şərti ilə Qarabağ münaqişəsi dinc yolla nizama salına bilər. Bunu hər kəs bilməlidir. Və əgər kimsə bunun əksini iddia eləsə, tam məsuliyyətlə deyirəm ki, özü bilmədən Azərbaycandakı avtoritar rejimin ömrünü uzatmağa kömək etmiş olacaq. Mən istəmirəm yanlış başa düşülüm ki, biz burada Avropanın bizim əvəzimizə bütün problemləri həll etməsini istəyirik. Xeyr. Azərbaycan xalqı demokratiya istəyindədir, buna hazırdır və yeri gəlmişkən növbəti bir ehtimal olunan bir səhvdən də mənim subyektiv fikrimə görə sizi çəkinməyə çağırıram. Azərbaycanın problemi siyasi maarifçilikdə deyil. Azərbaycanın problemi onda deyil ki, sizin büdcənizə verilən pullar müxtəlif çoxsaylı yüzlərlə, minlərlə seminarlar vasitəsilə Azərbaycanı maarifləndirsin və Azərbaycan bununla demokratikləşsin. Bunda deyil. Azərbaycanın demokratik keçmişi var. Azərbaycan demokratiyadan bura gəlib. Azərbaycan sıfırdan başlamır demokratiya.
bizim o mənada çox partiyalılıq təcrübəmiz var, siyasi debat təcrübəmiz var, demokratik seçki təcrübəmiz var. Biz demokratiyadan avtoritarizmə gəlmişik. Bizim sorunumuz bilməməzlik deyil. Bizim sorunumuz siyasi iradə məsələsidir. İnsan azadlıqlarıdır. Yəni ki, liberalizmin qanunlarından biri də əsas ondan ibarətdir ki, sənin azadlığın başlayan yerdə mənim azadlığım bitir. Yəni burada eş arasında da insanların bir-birindən bir növ qarşılıqlı hörmətidir. Mənim üçün liberalizm ən əsas olaraq insan dəyəri və insanların bir-birinə dəyər verməsidir. Sözü indi cənab İlyan Andravoya vermək istərdim. Daha sonra Gürcüstan Respublikaçılar İnstitutunun təmsilçisi Evliyan Handrava Varşava sammitinin nəticələrindən danışdı. Çıxışın sonunda o Avropa İttifaqı hökumətlərinin vahid xarici siyasət yürüdə bilməməsinə təəssüf etsə də, onu qəbul etməyə hazır olduğunu bildirdi. Yekdillik bir məsələdə lazımdır, hansı ki, bütün məsələlərdə lazım deyil və mən deyərdim ki, zərərlidir. You have rich culture, you have good possibilities to grow and to take good care of your people. It's important that everyone can use its own possibilities. Mən Azərbaycana hər şeyin ən yaxşısını arzulayıram və inanıram ki, Azərbaycan özünü inkişaf etdirə biləcək. Çünki Azərbaycanın çox zəngin mədəniyyəti var və insanlar mümkün olanı əldə edə biləcəklər. Liberalizm ilk növbədə azadlıq, şəxsi azadlıq, insanın şəxsi azadlığı. I'm sure you have very good future, but step by step reforms. Mən inanıram ki, sizin çox böyük gələcəyiniz olacaq, amma bu addım və addım baş verir. Ben bugün kısaca İvliyan Bey ile konuşmuştum ve demiştim ki çok teşekkürler, çok sabırlısınız. Ben size çok büyük, yani buraya getirip sizi çok beklettim, çok sefler üzerinize yükledim. O dedi ki ve ben bunu çok beğendim ve bu sözle bitirmek istiyorum. Bu çok normaldir. Çünkü bu biz liberal arasında bir loyallıktır. Birbirimize bunu borçluyuz liberallar olarak. Ve bu bence en güzel buradaki duyduğum sözlerden birisidir. Ve onun için teşekkür etmek istiyorum ve bu sözü size iletmek istiyorum. Bu bizim borcumuzdur. Alman fondu, Azadlık namına Friedrich Naumann fondu temsil ederek ve Alman fondunu temsil ederek bunu diyebiliriz. Bu liberaller arasında bir loyallık ve bir borçtur. Teşekkürler.